Allah'ın birliğinde değilse hakikat hardadır? Cümle alem özü Allah'dır şahım. Alem zerrelerden ibarettir. Her bir zerrenin öz bətnində xalq etmək qüdrəti. Bir zamanlar insan göydə Tanrı axtarırdı. Məbədlərdə, daşlarda, səmanın sonsuzluğunda. Amma bir səs vardı ki, deyirdi, Tanrı səndədir. Öz vücudunda, öz nəfəsində, öz mənində. O səs Nəsiminin səsi idi. Səsi göyləri titrədirdi. Çünki o göylərə sığmırdı. O günahkar kulunu Məndə sığar iki cahan. Mən bu cahana sığmazam. Bu cümlələr təkcə şeir deyildi. Bu təhlükəli bir fikir idi. Çünki kim Tanrını özündə tapırsa artıq heç kimə boyun əymir. Heç bir şah, heç bir şeyx, heç bir qayda artıq ona qorx deyə bilməz. O artıq azad idi. Amma azadlıq hər zaman bir qiymət istəyir. 14-cü əsrdə Şərqin ruhani torpaqlarında bir fikir doğuldu. Hürufilik. Onlar inanırdılar ki, hərf kainatın dilidir. Hər bir hərf Tanrının nəfəsidir. İnsanın siması isə Tanrının kitabıdır. Hər göz bir mim, hər qaş, hər dodaq, hər səs bir kəlmədir. Tanrı insanın üzündə gizlənmişdi və Nəsimi bunu oxuyan idi. O sözün dərinliyinə enib bir həqiqəti gördü. İnsan Tanrının surəti deyil, Tanrının özüdür. Bu fikir göydən yerə ildırım kimi düşdü. Çünki Tanrını insanlaşdırmaq, insanı ilahiləşdirmək hakimiyyət üçün ölüm idi. Amma Nəsimi qorxmadı. O bilirdi ki, qorxunun kökündə özündən uzaq düşmək dayanır. Və kim özünü tanıyarsa, heç nədən qorxmaz. Nəsimi üçün mən sadəcə bədən deyildi. Mən bədənə sığmayan, dəridən keçib o tərəfə baxan bir ruh idi. Mənəm mən deyirdi o. Bu təkrar egonun fəryadı deyildi. Bu həqiqətin öz dilindən danışması idi. İnsanın içində bir alov yanır. Bu alovun adı ilahi varlıqdır. Kim o alovu tanıyırsa, o artıq Tanrı ilə ayrı deyil. Nəsimi bu həqiqəti dərk etdi və buna görə cəzalandı. Çünki insanı tanrılaşdıran fikir mövcud düzəni sarsıdır. Din adamları Tanrını uzaq saxlayırdılar. Göydə, əlçatmaz yerdə. Nəsimi isə deyirdi, o sənin nəfəsindədir. Bu, inqilab idi. Ruhani inqilab. Nietzsche deyirdi ki, Tanrı öldü. Amma Nəsimi ondan 100 illər əvvəl deyirdi ki, Tanrı doğulub, Tanrı yaşayır, özü də sənin içində. Bu iki fikir arasında incə bir körpü var. Nietzsche insanı tanrısız buraxıb onu yüksəltmək istəyirdi. Nəsimi isə Tanrını insanın içində tapıb onu ucaldırdı. Birində Tanrı ölür, digərində nəfəs alır. Və hər iki yolun sonu eynidir, özünü aşmaq. Nəsimi üçün azadlıq həqiqəti gizlətməmək idi. Həqiqətə sadiq qalmaq bəzən ölmək qədər çətindir, amma Nəsimi üçün ölüm bir qapı idi. O bilirdi ki, bədən ölür, amma fikir ölmür. Dəri soyulur, amma ruh qalır. Onun ölümü sadəcə fiziki deyil, simvolik idi. O bizə dərini deyil, saxtalığı soymağa öyrətdi. Bədən bizim ilk yalanımızdır. Əgər Allahsansa, bəs rəngin niyə salır? Bədbəxt. Sənin gözündə tor var. Mən əbədiyyət üfüqündə doğan günəşəm. Günəş qürub edəndə əlbəttə saralar. Onu dərisindən ayırdılar, amma ruhunu ayıra bilmədilər. Çünki kim özünü Tanrı kimi tanıyırsa, artıq onu heç kim öldürə bilmir. Və bəlkə də o an, dərisi soyularkən Nəsimi ilk dəfə həqiqətən azad idi. İmadəddin Nəsiminin ideyası Tanrını özündə tapmaq, insan Tanrının aynasıdır
təkcə şərqdə yox, bəşər düşüncəsinin ən dərin damarlarından biridir. Bu ideya fərqli zamanlarda, fərqli dillərdə, fərqli sistemlərdə yenidən doğulub. Bunlara nümunə olaraq, məsələn, qədim Yunanıstanda Heraklit var idi. Heraklitin əsas ideyası hər şey axır prinsipidir. O, kainatın daimi axın və dəyişmə içində olduğunu, lakin bu dəyişməni bir logos, yəni ilahi ağıl idarə etdiyini deyirdi. Bu logos anlayışı Nəsiminin haqq və ya ilahi təcəlli fikrinə yaxındır. Hər ikisi üçün Tanrı xaricdə deyil, varlığın öz axışında mövcuddur. Fərqi isə ondan ibarət idi ki, Heraklit bunu təbiət üzərindən, Nəsimi isə insanın ruhu üzərindən izah edir. Plotin bir anlayışını yaradıb. Bütün varlıq birdən doğulur və ona qayıdır. İnsan ruhu bu birlə birləşməyə çalışır. Bu baxımdan Nəsiminin mən həqqəm fikri ilə Plotinin birə qovuşmaq ideyası arasında dərin paralel var. Hər iki sistemdə insan Tanrıya tərəf yüksələn və ya Tanrının özünü dərk edən vasitədir. Giordano Bruno kainatın sonsuzluğunu və Tanrının hər şeydə təzahür etdiyini müdafiə edirdi. O, dediyi bu fikrə görə yandırıldı, eynilə Nəsimi kimi. Onun Tanrı hər yerdədir. Ulduzların hər birində, tozda, insanda ideyası panteizmin ən kəskin ifadəsidir. Bu Nəsiminin Tanrı insanda təcəlli tapır anlayışına qərbdəki ən yaxın paralellərdən biridir. Spinoza Tanrını təbiətlə eyniləşdirir. Onun fikrincə kainatda Tanrıdan ayrı heç nə yoxdur. Bu baxımdan o Nəsiminin dediyi Tanrı sənin içindədir cümləsini rasional dildə ifadə edir. Nəsimi bunu mistik və simvolik dillə deyirdi, Spinoza isə fəlsəfi sistemlə. Hər ikisi üçün Tanrı varlığın özüdür, ondan kənarda deyil. Sufi filosofu Rumi deyirdi ki, sən dənizsən, amma özünü damla sanırsan. Bu Nəsiminin insan Tanrının parçasıdır ideyasının poetik formasıdır. Rumi üçün də, Nəsimi üçün də sevgi Tanrının insanda təzahür formasıdır. İkisi də özünü dərk etməyi Tanrını dərk etməklə eyniləşdirir. Alman filosofu Hegel Tanrını tarixdə və düşüncədə özünü dərk edən ruh kimi təsvir edir. İnsan düşüncəsi Tanrının özünü tanıma prosesinin bir hissəsidir. Bu Nəsiminin özünü tanı, Tanrını tanı prinsiplərinin fəlsəfi davamıdır. Sadəcə Nəsimi bunu mistik təcrübə səviyyəsində, Hegel isə dialektik inkişafla izah edir. Alim və filosof Einstein Spinoza'nın Tanrısına inanıram deyirdi. Onun üçün Tanrı kainatın mükəmməl harmoniyası idi. Bu baxış dini deyil, lakin dərin metafizik idi. Bu Nəsiminin dediyi hər şeydə bir ilahi nizam var, fikrinin elmi bir versiyası kimi görünür. Einstein üçün kainat Tanrının riyaziyyatla yazılmış kitabıdır. Alan Watts Qərb rasionalizmi ilə Şərq mistisizmini birləşdirdi. O deyirdi ki, sən kainatdan ayrılmamısan, sən onun özüsən. Bu Nəsiminin ən sadə, amma ən dərin cümləsidir. Tanrı səndədir. Bütün bu filosofları birləşdirən ortaq fikir budur. Tanrı və insan, ruh və kainat, düşüncə və varlıq ayrılıqda mövcud deyil. Onlar eyni birliyin müxtəlif formalarıdır. Nəsimi bunu ən cəsarətli formada mən həqqəm deyə ifadə etdi. Sonraki filosoflar isə bu ideyanı fərqli dillərdə, fərqli aləmlərdə inkişaf etdirdilər. Əslində onların hamısı bir nöqtəni təsdiqləyir. İnsanın özünü dərk etməsi, Tanrının özünü dərk etməsidir. Nəsimi haqqında danışmaq sadəcə bir şairdən, bir fəlsəfə məktəbindən danışmaq deyil. Bu, insanın özündən danışmaqdır. O bizə Tanrının uzaqda olmadığını, göydə, kitabda, məbəddə gizlənmədiyini göstərdi. Tanrı sənin baxışında, nəfəsində, düşüncəndədir. O sənin qorxularında sınanır, cəsarətində doğulur. Bütün bu filosoflar, bütün bu sistemlər
min illərin sözləri, hamısı eyni şeyi deməyə çalışırdı. Biz isə hələ də eyni sualı soruşuruq. Tanrı haradadır?